Deyən elə ki, Bərzad yox idi. Qarabsuklu Mami, Mehmangiza gəlir, heç birimiz tanımırdıq, yürüşlüdür. Gəldilər, dedilər ki, qoş bizim kafemiz yoxdur, Azqurun binasıdır da. Nətəriyə bura? Buranın elə yeməkxana dedim, amma pulum var, yeməkxana. Çayxana açmışam, nə ofisant var, nə çay dəmləyən var, pul yoxdur axı verim. Hamısını özüm eləmdə, maaş qaçıramıyorum bir yer. Prizlər deyib başladım orada yemək verməyə. Günü 1 şirvana mən razıyım ki, oradan pul qazanım. Günü 20 şirvana verdim arendi oranjı. Ya belə pul qazanım. Sonra xalalı etdim ki, daha burada evə gedəsi şey yoxdur da, səni də bura. Dedi, yarı yarı. Sağ olsunlar, gəldilər, yəni söktülər, dövlət adı ilə söktülər, qırmızı xəttə düşdülər, 2099-2000-in əvvəlində Həzbala mənim sağ olsun. Dedi ki, gələrsiz, daşdan tikərsiz. Sonra elə oldu, Həzbala mənim başqa aşı oldu, görə bilmədi. Amma bir dənə söz verdi, elədi mənə. Mənə qayıtdı ki, oğlum, narahat olma, özü gəlmişdi, sökə bilmirlər də, ona yəni vermirdim. Məhəlləmin içində özü gəlmiş, polislərin əzəndə. Mən bunu tamamlayam. Televizor baxmağa vaxtım var. Amma adını eşitmişəm, Həzbala mənim gəlib, şəhərdə obyektlər sökülür o vaxtı var idi, qırmızı. Dedi, oğlum, narahat olma, sənə icazə verəcəm, daşdan tikəcəksən. Amma yerinə yetirdi. 2000-də bu sözü verdi, haradasa 2015-də sağ olsun, düz məhəlləmizdə 5 mərtəbə bir dənə oğlu üçün daşdan tikdi. Akası oğluna deyilmiş. Oğluna deyilmiş. Dedim, sağ olsunlar. İndi də Jasmin yoxdur 5 mərtəbə, o onun oğlunu sağ olsun.